Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də olan rəng formatları haqqında danışacağıq. Daha çox istifadə olunanlar hansılardır, bunları sizə göstərəcəm və təbii ki, rəng formatlarının nə olduğunu sizə izah etmiş olacağam. Bir də belə deyək də, daha çox istifadə olunmayan rəng formatları ki var, onlar haqqında da sizə nəzəri məlumat verəcəm. Ola bilər gələcək iş həyatınızda sizə lazım olsun. İlk öncə Ctrl-V eləyib sol tərəfi bağlayıram. Ənənəvi olaraq index və stil.css-imiz var. Bura baxdığımız zaman mən 3 dənəsini qeyd etmişəm burada. Hexadesimal var burada, RGB var, bir də HCL var. Təbii ki, bunları sizə göstərmiş olacam. HTML sənədimizə baxdığımız zaman H1 bir də P var burada. İndi mən H1-in rəngi ilə oynayıb bunları sizə izah etmiş olacam. Coloru biz keçmişik. Ən yaxşısı color üzərindən izah edəcəm. Məsələn, H1 yazıram bura və deyirəm ki, color dəyəri müəyyən bir rəng olsun. Mən birbaşa belə red də deyə bilərəm. Baxın, bu formada Ctrl-S eləyərəm. H1-in rəngi dəyişilmiş olar. Qırmızı rəngə çevrilmiş olar. İlk öncə RGB-ni gəlin izah edeyim sizə. Baxın, RGB bir də RGB-A var, istəyirsə onu da izah eləyərəm sizə. İndi yadıma düşdü. Bunu da sizə izah eləyərəm. Baxın, RGB yazıb bura. Enter vurduğumuz zaman belə bir şey gəlir bizim üçün. RGB nədir? Baxın, burada açılışı göstərilib. Red, green, blue. Bu 3 rəngdir. Normalda zaten belədir. Rəngləri biz necə alırıq? Daha çox semyaka və s. da var, amma indi biz RGB üzərindən izah edəcəyik. Red, green və blue. Bu 3 rəngin qarışımından digər rəngləri ala bilirik. Aydındır? Bunu başa düşmək lazımdır ilk öncə. İndi mən RGB burada təbii ki, baş hərflərindən də baxanda red, green, blue bu formadadır. Gəlib bura dəyərlər verə bilərəm. Baxın, buranı silirəm. O redin yeridir, vergüldən öncəki. Daha sonra ikinci yer greenin yeridir, burada blue'nun yeridir. Məsələn, gəlib bura deyərəm ki, 100. Bu formada deyərəm 100. Daha sonra bir dənə 120 deyərəm. Bir dənə də məsələn 13 deyərəm. Bu formada. Belə bir rəng alındı. Baxın, Ctrl-S eləyirəm. Buradan bu rəngi görə bilirik. Təbii ki, biz bura klik eləyib, buradan rəngi bu formada dəyişdirə bilərik. Baxın, yuxarıda da dəyişir kodları. Red-ə düşən hansıdır, green-ə düşən hansıdır, blue-yə düşən hansıdır. İndi məsələn, mən qırmızı rəngi əldə etmək istəsəm, baxın, bu formada eləyə bilərəm. 255, hətta belə bir şey eləyək. Bunda fərqli rəng olacaq, səhv etmirəmsə, ya da daha doğrusu red olmalıdır. Baxın, red-i aldıq. Və bunu 0 eləyərəm. Bu hər biri, baxın, buradakı red 0-dan 255-ə qədər dəyər ala bilir. Buradakı da 0-dan 255-ə qədər 256 olmamalıdır, səhv eləmirəmsə. Baxın, bu formada olmur artıq. 255-dir. 0-dan 255-ə qədər alır. Green də, blue da. İndi mən bu redi maksimal elədim, 255 elədim və bu nəticədə qırmızını aldıq. Və buranı sıfırlasam, bura desəm ki, sən 255 ol, hansını alacaq? Green-i alacaq. Baxın. Çünki green hissəsinə düşəni mən 255 qoydum. Və yaxud da ki, bunu sıfırlayaram. Burada da təxmin edirsiniz də hər halda. 255 desəm əgər, blue-nu alacaq. Baxın, blue rəngi almış olacaq. Təbii ki, siz bu formada əlinizlə verməyəcəksiniz. Sadəcə bu rəng formatını bilməyiniz yaxşıdır. Başa düşməlisiniz. Zaten mən göstərəcəm generatorlardan və s. necə rənglər götürürük biz və yaxud da ki, hər hansı bir səhifəni müəyyən rənglərə uyğun necə dizayn edirik. Bunlar haqqında danışacağıq. Sadəcə bu anlayışları başa düşmək lazımdır. Yəni başa düşürük ki, RGB, red, green, blue deməkdir və hər biri 0-dan 255-ə qədər dəyərlər ala bilir və biz bu dəyərlərlə oynayaraq müxtəlif rəng sallarları ala bilirik. Məsələn, buradan dəyişdirsək, örneğin gətirib bu rəngi almaq istəsəm, baxın, red hissəsinə düşən 7 oldu, green hissəsinə düşən 181 oldu, burada 255 oldu və nəticədə belə bir rəng alınmış oldu. Burada da görə bilərsiniz. Bu RGB hissəsi idi. Baxın, bu RGB idi. Ctrl-KC eləyirəm bunu. Gəlirəm indi RGB A-nı izah eləyəcəm sizə. Görək bu A dəyəri nədir burada? Yenə H1 deyirəm bu formada və H1-ə deyəcəm ki, sənin kolorun RGB A ilə seçilsin. Baxın, RGB A ilə. Ctrl-S eləyirəm, hələ ki bir nəticə görmürük. Baxın, bu formadadır. İndi biz bunu bağlasaq da, Ctrl-KC eləyib Ctrl-S eləsək də bu formadadır zaten. Fikir versəz əgər RGB-A, baxın bu blue-ya qədər olan hissə RGB ilə eynidir. Red, green, blue. Yenə red, green, blue. Bura düşəndir. Yaxşı, bu alfa dəyəri nədir burada? Bu alfa dəyəri opaklıq deyirlər. Opacity-ni biz necə çevirə bilərik? Parlaqlıq deyə bilərik də, solğunlaşdırma və ya daha dolğun göstərmə. Bu kimi bu formada başa düşə bilərik. Yaxşı praktikası necə olacaq? Məsələn, redi 255-də saxlayaram, qırmızı rəng olsun. Bunu 0-a çəkərəm. Bunu da 0-a çəkərəm. Baxın, çəkə bilsək. Bunu da 0-a çəkərəm. Nəticədə bizə hansı rəngi verməlidir? Redi verməlidir. Burada deyirəm ki, 1. Baxın, bu formada 1 deyirəm. Red, qırmızı rəngi aldıq biz. Ctrl-S eləyirəm. Normal formada görünür, RGB-də olduğu kimi. Bu 1 dəyəri
alfa dəyəri 0-dan 1-ə qədər dəyərlər ala bilir. Yəni 0.1, 0.2 bu formada ta 1-ə qədər dəyərlər verə bilərik və nəticədə həmin elementin parlaqlığını, görünmə effektini biz azaldıb çoxalda bilərik. Məsələn, mən bura 0.1 desəm, Ctrl S eləsəm, baxın, demək olar ki, görünməyən formadadır. Baxın, çox solğun görünür. Solğunlaşdırma kimi başa düşək. 0.5 desəm, yarı solğunlaşmış olacaq. 1 dediyim zaman tam formada görünmüş olacaq. Aydındır? Biz bunu eləyə bilirik. RGB ilə də baxın, Ctrl-K eləyək bunu, bunu Ctrl-KC eləyək, Ctrl-KC eləyək. Bu opacity dəyərini ayrı da verə bilirik. Məsələn, 1 versəm, Ctrl-S eləsəm bu formada görünəcək. Və ya 0.1 desəm, Ctrl-S eləsəm, baxın, daha solğun görünür. Demək olar ki, görünmür. Yəni RGB ilə opacity-ni ayrı istifadə edə bilərik və yaxud da ki, qısa forma RGB-A ilə biz bu RGB-A ilə alfa dəyərini verərək opaklığı da təyin edə bilərik. Aydındır? Bunu başa düşmək lazımdır. Ctrl-KC eləyirəm bunu və nəticədə əsas məsələ RGB-ni başa düşməkdir. Red, green, blue. Baş hərflərin açmasıdır. Bu rənglərdən müxtəlif rəngləri ala bilirik biz. Bunların miksindən müxtəlif rəngləri ala bilirik. Daha sonra burada hexadesimal var. Bu 16-lıq say sistemi ilə göstərilməsi də əslində nə deməkdir? Gəlin baxaq. Yenə H1 üzərindən göstərirəm, color deyirəm. Bu dəfə mən rəngi bu formada vermək istəyirəm. İstəmirəm RGB yazım ora və ya red yazım, green yazım. Mən istəyirəm ki, hexadesimaldan verin bunu. Onu necə eləyəcəyik? O necə bölünür? Gəlin belə yazaq. Baxın, DS yazırıq ilk öncə. DS yazırıq. FF atıram. Hələ ki belə yazıram, sonra başa düşəcəyik. Burada 0,0 deyirəm. Baxın, yenə qırmızı rəngi alacağıq biz. Ctrl S edirəm. Necə oldu qırmızı rəngi aldıq? Fikir verin, burada bu FF hissəsi 2-2 ayırırıq. Baxın, nəticədə burada 6 element vardı, elə deyil. Bunları 2-2 ayırırıq. Baxın, bu ilk hissədəki 2 dənə, bu FF redə düşəndir. Bu ortada olan 2 dənə RGB-də necə gedirdi? Red, green, blue getmirdi. Bu reddir, bu greendir, bu da blue'dur. Onun payına düşəndir. Sadəcə hexadesimaldan biz göstəririk bunu. Baxın, FF əgər say sistemlərindən məlumatınız varsa, bilməlisiniz ki, onluq say sistemində olan ədədlər ki var, onları biz kodlaşdıra bilirik. Bəli, onluq say sistemində olanları kodlaşdıra bilirik. Və nəticədə nə olur? Məsələn, 11, 12, 13 bu formada gedəndə A, B, C, D, E, F bu formada 16-lıq say sisteminə çevirmələr eləyə bilirik. Baxın, 10-dan getsə əgər 10 olacaq A, 11 B, 12 C, 13 D, daha sonra A, B, C, D, E, F bu formada olmalıdır. Bu formada davam edir 16-lıq say sisteminə keçəndə. Burada da biz 16-lıqla təyin edirik. Təbii ki, o ikiliyə və s. çevrilir, ondan sonra yazılır. Yəni, burada elementlər 2-2 bölünür. Birinci 2 olur red, ikinci 2 dənə olur green, üçüncü 2 dənə olur blue. Onun payına düşəndir. İndi mən FF dediyim zaman maksimal verdim bunu. Sanki 255 vermiş oldum buna. 16-lıq say sistemində maksimal verdim. Burada da 255 vermiş oldum. Ona görə redi aldıq. Baxın, bunları belə çox, necə deyim, dərinləməsinə qədər bilməyiniz çox da önəmli deyil. Zaten siz rəngləri istifadə edib keçəcəksiniz. Amma məlumatınız olsun da ona görə deyirəm sizə. Aydın da ola bilər müəyyən yerdə suallar gəlsin. Və ya mən bunu sıfırlasam, gəlib burada green-i FF çəksəm, onda nə olacaq? Yaşıl alacaq biz. Eyni RGB-də necə ortadakı maksimala çəkməklə, 255-ə çəkməklə, digərlərini sıfırlamaqla green alırdıq. Burada da eyni qayda. Orta və sağdaşları, yəni red ilə blue-nu sıfıra çəkib, green-i F-ə versək, yəni maksimal versək green-i, onda yaşıl rəngi almış olacaq. Baxın bu formada. Və ya təxmin edirsiniz artıq, buradakı 2 dənəni, yəni blue-nun hissəsinə düşəni mən FF çəksəm bu formada, onda nə olacaq? Blue rəngi almış olacaq. Aydındır? Bu da hexadesimal adlanır. Yəni rəng kodlarını RGB ilə də götürə bilərsiniz, bu formada da götürə bilərsiniz və ya sadəcə rəng yazmaqla, hətta onu da gəlin yazaq bura, H1 yazıram, məsələn bu formada color-a deyirəm red. Baxın bu formada da ala bilərik. İndi mən bunun üzərində dəyişiklik eləsəm, baxın RGB-də göstərir bizə avtomatik. Gördünüz, buradan üzərinə gəlirsiniz, buradan seçə bilirsiniz rəngi. Artıq RGB-də göstərir, amma birbaşa konkret rəngi də belə yazmaq mümkündür. Okay. İndi bunu da Ctrl-KC eləyirəm buradan. Ctrl-S eləyirəm və bunu da ümid edirəm ki, başa düşdünüz. Hexadesimalda başa düşdüyümü ümid edirəm. Yəni digərlərinə əlaqəlidir zaten bu. Bunu bu formada qəbul etmək lazımdır. Bir də HCl var burada. Oklav və s. də var digərləri. Onlar da insan gözü rahatlığı üçün, insan gözünün qəbul etdiyi dəyərlərə əsasən rəngləri təyin edir. Belə deyə bilərik qısa olaraq haqqında. Sadəcə onları demək olar çox istifadə etməmişik. HCl-i belə mən çox istifadə etməmişəm. Əsasən backend yazmışam, söz yox, amma frontda da çox istifadə etməmişəm. RGB, RGB-A və yaxud da hexadesimalı daha çox istifadə etmişəm. Ona görə də
sadəcə məlumatınız olsun. Hexadesimalla RGB-anı bilmək lazımdır. HCL, oklav və s. oklav desimalda olmalı səhv eləmirəmsə, onlar haqqında da nəzəri məlumat sadəcə azca olsa, varlığı haqqında məlumatınız olsa kifayət eləyəcək. Gəlirəm bura, yenə H1 deyirəm. Bu formada yazıram və color deyirəm. HCL. HCL. Baxın, bu formada yazıram bura. Burada da ilk öncə baxın, rəngin doyumluluğu, deməli, daha doğrusu rəngin tamlığı, doyumluluğu bu formada işıqlılığı, indi mən tam tərcümə edə bilməm, işıltılı olması da bunları biz bu 3 dəyərindən təyin edə bilirik. Onu da gəlin burada generatorda baxaq. Baxın, burada baxaq. Aşağıda HCL-la bizə dəyərlər verir. Fikir verin. 164 yazılıb, 81.4% yazılıb, 67.1 yazılıb. Baxın, bu rəngin kodudur. Burada, baxın burada digər forması da verilibdir. Baxın, hexadesimalla da verilib. Bunu yazsaq bura, Ctrl V eləsək, baxın, hexadesimalla bu rəngi almış oluruq. Və ya bunu buradan kopya eləsəm, gətirib bura yapışdırsam, təbii ki, HCL içərisinə yapışdırmalıyıq bunu. HCL yazıram bura. Ctrl V eləyirəm bura, Ctrl S eləyirəm. İndi vergülə görə ola bilər işləməsin. Vergüllərini də ataq bunun. Bura vergül atırıq. Bir də bura vergül atırıq. HCL içinə HCL niyə atmışıq biz? Bu HCL-i buradan silək. Bunun mötərizəsində silək buradan. Ctrl S eləyək. Baxın, rəngi biz burada gördük. Görək bu vergülsüz işləyir. Həmişə mənə maraqlı olub, heç vaxt yoxlamamışam. Vergülsüz də işləyir. Vergülsüz formada da yaza bilərik. Çünki generatorda vergülsüz verirdi, ona görə yoxlamaq istədim. Baxın, əsas məsələ nəyi başa düşürük? Biz burada rəngin tamlılığını, doyumluluğunu, işıqlılığını bu faiz dəyərlərindən təyin edə bilirik. Və burada da dəyişdirsək, baxın, məsələn, buradan çəkirəm aşağı, bu rəngə gətirərəm. Baxın, burada dəyərlər dəyişir. Fikir verin, çəkirəm, buradakı dəyərlər dəyişir. İşıqlılığı və s. artır, azalır, doyumluluğu artır, azalır. HCL-lə də yəni bu formada dəyərləri verərək biz rəngləri təyin edə bilərik. Yəni rəng formatlarıdır bunlar. İndi gələk işin hansı tərəfinə? Ctrl-KC eləyək bunu, Ctrl-S eləyək. Baxın, dediyim kimi, başa düşməlisiniz RGB-ni, hexadesimalı, RGB-anı, yəni alfa dəyərində başa düşmək lazımdır. Və bilmək lazımdır ki, RGB ilə opacity-ni biz bu formada da istifadə edə bilərik və ya RGB-A ilə birbaşa burada da həmən dəyəri verə bilərik və bu dəyər də 0 ilə 1 aralığında olmuş olacaq. Okay? Bu belə. Daha sonra hexadesimalla kodlar götürəcəksiniz. Məsələn, sizə UX UI dizayner müəyyən layihəni göndərəcək Figma faylında. Həmən orada yazılacaq ki, bu rəng kodlarından istifadə olunubdur. Siz onlar artıq orada hansı rəng kodları ilə, formatı ilə verilibsə, siz onları götürüb istifadə edə biləcəksiniz. Hə, belə bir şey də mövcuddur. Məsələn, hexadesimalda verilən rəngi mən RGB ilə də tapa bilərəm. Bunun üçün də generatorlar var ki, hexadesimaldan RGB-yə çevir, RGB-dən hexadesimala çevir və s. və s. Bu formada çevirmələr etmək də mümkündür. Və təbii ki, süni intellekt dövrü olduğu üçün bunu çevirmələri etməkdə daha rahatdır. Sadəcə bunlar haqqında məlumatınız olsun. Biz niyə görə bəzən DS yazıb bu formada 0000 FF yazacağıq və ya burada fərqli dəyərlər yazacağıq. Bunun mənası nədir? Fikriniz qarışmasın. Ona görə hexadesimalı bilmək lazımdır. Və ya RGB yazıb bu formada rəngləri seçdiyimiz zaman nətər olur, bunları seçirik, bunu bilmək lazımdır. Red, green, blue baş hərflərinə fikir verin. Bu hexadesimalda oradan yaddan saxlayın ki, ilk 2 dənə red, ikinci 2 dənə green, üçüncü 2 dənə olacaq blue. Və bu dəyəri göstərmiş olacaq və bu 3 rəngin miksindən biz fərqli rəng salarları almış olacağıq. Bu belə. Yəni bunları başa düşmək lazımdır. HCL haqqında məlumatınız olsun. Daha sonra dediyim kimi oklav və s. digərləri də var. Onlar haqqında da araşdırma edə bilərsiniz, amma mən açığı çox istifadə etməmişəm. Ona görə də onlar haqqında da danışıb sizi çox yormaq istəmirəm. Rəng formatları haqqında bu qədər. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.